Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz deməli informatika 2-ci sinifdən dərs 2 oxşar əlamətlər mövzusunun izahı olacaq uşaqlar. Hansı obyektlərin rəngi eynidir? Gəlin baxaq görək hansı obyektlərin rəngi eynidir. Məsələn, buradakı stəkanlarla buradakı qabın rəngi eynidir. Sonra məsələn, buradakı fincanla buradakı duz qabının rəngi eynidir. Sonra buradakı məsələn yanmamaq üçün götürürük əlimizə. Yəni əl önlüyü də deyirlər bəzən buna. Bununla məsələn bu fincanın rəngi eynidir. Məsələn burada sonra buradakı qablarla buradakı məsələn yemək taxtası eyni rəngdədir və sair və sair uşaqlar. Belə bunların rəngləri eyni rənglidirlər. Hansı obyektlərin forması oxşardır? Forma etibarilə oxşar olanlar gəlin baxaq görək hansılardır. Məsələn, birində istiot qabı var, birində duz qabı var. Bunların quruluşu eynidir. Sonra məsələn, buradakı qabların ikisi balaca, ikisi böyükdür, amma formaları oxşardır. Burada əl önlüyü dediyim kimi onunla buradakı taxtanın forması oxşardır. Yəni ikisi də yumru rəngə bənzəyir. Sonra məsələn deyə bilərik ki, bu fincanlarla bu fincanların quruluşu oxşardır və sair uşaqlar. Yəni belə oxşar cəhətlər var. Obyektləri müxtəlif əlamətlərinə görə müqayisə eləmək olar. Onlar forma, rəng və yaxud başqa digər əlamətlərinə görə bir-birlərinə bənzəyirlər. Formaları oxşardır. Məsələn, gəlin baxaq görək formaların oxşar nədir? Məsələn, burada saatla yumurta görürük. İkisində belə oval formasındadır. İndi mən düzgün çəkmədim. Yəni beləsinə oval formasındadır hər ikisi. Gül və kirpiyə baxanda gülün təbii tikanları var. Kirpinin isə özünü digər heyvanlardan qorumaq üçün sərt dərisi var ki, biz buna tikanlar deyirik. Əslində tikan deyil, sərt üz qabığıdır və bu da dikan formasındadır. Yəni tikanları var. Obyektlər bir-birlərinə oxşar hissələrinə görə və bənzəyə bilirlər. Məsələn, ağ xalatlı həkimlə aşpaz bir-birlərinə bənzəyirlər. Yəni burada birinin əlində yemək olmasa və eyni zamanda papaqları fərqləndirir onları, yoxsa digər xüsusiyyətlər tamamilə bir-birlərinə oxşayır. Tapşırıqlara keçid alaq, gəlin görək. Bu obyektlərin hansı əlamətləri oxşardır? Hansı əlamətləri oxşardır? Birincidə formalar oxşardır və rənglər oxşardır. İkincidə sadəcə formaları oxşardır. Yəni rəngləri də oxşardır, amma bunun birincinin məsəl üçün qıraq çərçivəsi fərqli rəngdədir. Amma bu ikisində günəbaxanla günəş hər ikisi rəng etibarilə və forma etibarilə bir-birlərinə bənzəyirlər. Sıradakı sözlərin hansı oxşar əlaməti var? Gəlin baxaq. Ata, ana, hər ikisi valideynlik, yəni uşaq valideynləri sayılırlar. Sonra hər ikisində 2A hərfi var. Bunu demək olar və s. və s. B variantında saat, açar və masa. Məsələn, hər üçü 2 hecalıdır. Hər ikisində hecalar A hərfi ilə başlayır. Sonra hər üçünün məsələn belə deyək, hər üçü 4 hərflidir. Bunları deyə bilərik məsələn. Sual 3. Hər sırada artıq obyekti tapın, seçiminizi izah edin. Gəlin baxaq. Hər sırada artıq olan obyekti tapın. Gəlin baxaq. Məsələn, burada fərqli olan dairədir. Nəyə görə? Çünki digərlərinin tərəfləri var. Məsələn, düzbucaqlının 4 tərəfi var. Kvadratın 4, üçbucağın 3, trapesiyanın 4 tərəfi var və s. və s. Amma məsəl üçün dairənin nəyi tərəfi olmur. B variantına baxırıq. 42, 22, 82, 63. Gəlin baxaq görək nədir. Burada əlbəttə ki, cavab 63 olacaq. Çünki 63 tək rəqəm, tək ədəddir. Digərləri isə cütdür. 22, 42, 82. Deməli, cavab burada birincidə
dairə oldu. İkincidə isə 63 olmuş oldu. Hansı əlamətlərinə görə bu obyekti aşağıdakı sıraya artırmaq olar? İnək, avtomobil və əlbəttə ki, uşaqlar, burada inək, avtomobil sözlərinə uyğun gələn əlamət burada at olacaq. Çünki inək canlıdır. Ev heyvanı kimi, inək kimi ev heyvanı kimi olsun, canlı olsun və avtomobil kimi funksiya yerinə yetirsin. Kənd təsərrüfatında məsələn. Burada da əlbəttə ki, ən uyğun cavab at olmuş olur. Yəni cavab at olacaq. Belə. Bu günlük belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.